Konstitusiya və suverenlik ili çərçivəsində Ağcabədi rayon İcra Hakimiyyətinin həyata keçirdiyi uşaq və yeniyetmələrin hüquq və vəzifələri mövzusunda maarifləndirmə tədbirləri növbəti günlərdə də davam etdirilib. Belə ki, Xocavənd kənd 1 və 2 nömrəli tam orta, Xocavənd kənd 3 nömrəli ümumi orta, Aşağı Afşar kənd ümumi orta, Qaravəlli, Təzəkənd və Kəbirli kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri ilə maarifləndirici görüşlər keçirilib, diskussiyalar aparılıb, film nümayiş etdirilib, şüarlar səsləndirilib. Qeyd edək ki, görüşlərdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Sevinç Niftaliyeva, həmçinin Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin mama ginekoloqu İradə Məmmədova iştirak ediblər. Onu da qeyd edək ki, cari tədris ilində məhz ümumtəhsil məktəblərində şagirdlərlə keçirilən görüşlər başa çatdırılsa da, layihə çərçivəsində digər görüşlərin keçirilməsi də nəzərdə tutulub. O cümlədən Aran Ağcabədi internet televiziyası sözgedən layihəyə dəstəyini davam etdirərək erkən nikah mövzusu ətrafında söhbətlərin aparılmasını, verilişlərin hazırlanmasını nəzərdə tutur. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi.